Hər vaxtınız xeyir olsun. Masazırda mərkəzi yolun üzərində 6 otaqlı nəhəng bir belə həyət evimiz satışa çıxıb. 6 otaqdan ibarətdir. Mərkəzi yolun, Masazırda mərkəzi yolun Araz marketin 400 metrliyindədir. 60'ın 60'a təməl üzərində inşa olunub. 1-ci və 2-ci mərtəbə monolit betondur və 2-ci mərtəbənin yekunda beton kəmər atılıb. 2 balkonlu evdir. Evin yan tərəfində kombi aparatı üçün yer nəzərdə tutulub. Bu hissə görürsünüz, besetkası düzəldilib. Bu hissədə söhbətgahı düzəldilib. Paket Kuçal Dövlət İpotekasına yararlı evdir. Əla bir evdir, hörmətli izləyicilər. Giriş qapısı uzaqdan dərolma sistemlə təchiz olunub. Əlavə karetka qapısı da var. İşıqlandırmada da hər sütunda görürsünüz lampalardan istifadə olunub. Böyük bir evdir. Gəlin indi evin daxili ilə tanış edeyim sizi. Bir daha qeyd edeyim, Dövlət İpotekasına yararlı evdir. Masazırda mərkəzi yolun 400 metrliyindədir. 525, 535, 569 nömrəli marşrutlar. Evin 400 metrliyindən keçir, yaxınlığında məktəbi, bağçası, böyük supermarketlər şəbəkəsi və s. və ilaxır mövcuddur. Evin 1-ci mərtəbəsi ümumi istif oldu. Gəlin mətbəx sahəsindən davam edək. Böyük bir mətbəx sahəsi burada var, hörmətli izləyicilər. Belə bir mətbəxi mövcuddur. Ölçü təxminən 20 kvadrat metr olar. Belə bir mətbəx sahəsi mövcuddur. Bir daha qeyd edeyim. 1-ci mərtəbə bütünlüyü ilə istif oldu. Elə solla davam edək, solda yerləşir bir ədəd yataq otağı. Sanuzel bu evin yataq otağıdır. Burada təxminən 12 kvadrat metr olar. Belə bir yataq otağı 13-15 kvadrat metr. Pəncərəsi evin öz sağ hissəsində baxır. Qazı suyu işığı fasiləsizdir. Mərkəzi kanalizasiya var. Masazırda Böyük Araz marketin arxa tərəfindən mərkəzi yoldan 400 metr məsafədədir və evin qarşı qapısının ağzına kimi asfalt yoldur. Burası sanuzel kollektor sistemi orada yığılıb. Gəlin indi mən sizə zal hissəni göstərim. Zalda kondisioner və TV xətti o cümlədən bütün otaqlara çəkilib. Pəncərəsi evin öz həyət yanı sahəsinə baxır, görürsünüz. Burada deməli belə bir zal hissə. Buranın da ölçüsü təxminən 35 kvadrat metr olar hər halda. 4-ün 8-ə yaxud da ki 5-in 7 olar. Təxminən 4-ün 8-ə yaxud da 5-in 7-yə. Qapılar da çox, rənglər bir-birinə uyğun seçilib. Çox əla qapılarda. Qalxaq 2-ci mərtəbə birləşən də betondan yığılıb mərmər daşlarla üzlənib. Paket Kuçal Dövlət İpotekasına yararlı evdə 60'ın 60'a təməl üzərində tikilib. 1-ci və 2-ci mərtəbə monolit betondur və 2-ci mərtəbənin yekunda beton kəmər atılıb. Burada yerləşir, qalxdıqda solda belə bir yataq otağı. Tüm pəncərələrin qarşısı açıqdır. Günəş işığı çox rahat şəkildə evə düşə bilir. Burada mən sizə yataq otaqlarından birini göstərim. Belə bir yataq otağı, kondisioner və TV xətti bütün otaqlara çəkilib. Buradan eyvana çıxış qoyulub. Dəyərli izləyicilər, deməli hasarın üstündən həyətyanı sahə görünməsin deyə plastik maneələr quraşdırılacaq. Daha sonra sizə göstərim növbəti yataq otağı. Ev olduqca böyük ölçülərə sahibdir. 2 balkonlu evdir. Belə bir yataq otağı. Buranın da ölçüsü 25 kvadrat metr olur. Buradan da növbəti balkon sahəsinə çıxış var. Baxın. Bu binanın qarşısı mərkəzi yoldur. Daha sonra diğer hissələri göstərim sizə. Evin qiyməti 158.000 manatdan təklif olunur. Real alıcılara endirim olunacaq. Əlaqə saxlamağı unutmayın. Paket Kuçalı evdir. Real alıcılara yaxşı endirim olunacaq. Mənimlə əlaqə saxlayın. Nömrəm 077 744 36 33. Həmçinin öz fikirlərinizi siz necə ev axtardığınızı rəy bölməsində yazın. İstəyinizə uyğun evlər çəkib sizlərə təqdim eləyək. Sağ olun, hələlik.